sazımla, sözümlə xalqın içindəyəm. Nəysə bir kampaniya gəlib əyləşib, bunlar məni dəvət elədi. Mən gəldim, salam. Aşıq bizim üçün bir-iki söz oxu, qulaq asaq. Dedim məmnuniyyətlə. Elə belə çalıb oxuyuram, məni dayandırdılar. Dedilər Kərim müəllim, aşıq nə lazımdır ki, ne sən buradasan, bir də bir başıq imtihan elə. Kərim müəllim də tanımıram, bilmirəm, indi bilmirəm Azərbaycanın hansı bölgəsindəndir, yoxsa Bakıdadırmı, hardadırmı, tanımıram. Kərim müəllim haşiyədən kənar elə hərəkət elədi ki, elə bil bu dahidir, bu zirvədir. Burada 2 nəfər var, bu 2 nəfər diqqət yetirdi mənə, 2 nəfər dedi ki, heç sənin bu şeirlərə cavab verməyə, değişməyə, hünərin çatırmı? Dedim, yox qardaş, mən değişmə sənətkar deyiləm. İndi burada mənim marağım nədir? Mənim marağım budur ki, buradan sözsüz, söhbətsiz gedəm. İstəmirəm qanı qaraçılıq yarana. Bunlar yeyib içir. Kərim müəllim də yaşda görürəm məndən böyükdür. Amma et qanı gözləmir, axsaqqallığı gözləmir, sənətə hörmət eləmir. Laf tutaq ki, mən zəif bir sənətkaram. Bu Kərim müəllim məni öldürməlidir burada. Hərə bir cürdür də. Mən istəmirəm ki, buna baş aparam, istəmirəm buna qoşulam, istəyirəm sağ-salamat, sözsüz, söhbətsiz bunlar yesin, içsin, mən də çıxam gedəm. Heç beləliylə gəlmir, değişmək dedim, yox. Baxdım ki, bu 2 nəfər qayıtıcına aşıq. Biri qayıtı ki, mən Kəlbəcərliyəm, biri də dedi, mən də Tovuzluyam. Dedilər, ay Kərim müəllim, bizim ikimizin də elimiz aşıq elidir, indi bu aşıq zəif aşıqdır, hər nədirsə, sənin bu aşığa qarşı bu hərəkətin təmiz bizim belə xətrimizə dəyir. Çünki biz sazla böyümüşük. Tutaq ki, zəifdir, əlindən nə gəlir, çalsın, oxusun, biz də biraz qulaq asaq, məclisimiz şadlansın, qoy çıxsın, geçsin, bu kişi də nə istəyirsə, nə yaxalamsan ki, yox, mənə cavab verməlidir. Belə deyəndə fikirləşirəm, əsəbləşmişəm daxili aləmimdə, amma buna baş aparmaq istəmirəm mən. Bunlar bir də mənə dedilər ki, biz bu əzaba dözə bilmirik, bu Kəlbəcərli ilə Tovuzlu. Bu aşığa bu kişi işgəncə verir, bu əzaba dözə bilmirik. Aşıq, bu yaşa gəlib çatmışsan, heç səndə bir dərin söz yoxdur mu ki, deyəsən. Dayana bilmədim ta. Baxdım, gördüm ki, Kərim müəllim hər şeyi etqasını gözləmədi, saza hörmət eləmədi, aşığa hörmət eləmədi, məclisə hörmət eləmədi, özün göstərmək üçün bu Kərim müəllim məni qafazaltı eləmək istəyir. Bu Tovuzlu ilə Kəlbəcərliyə dedim ki, narahat olmayın, indiyə nə qədər mən onu yola verirdim ki, sakitçilik olsun, mən çıxım gedim, siz də yeyimə, çörəyinizi yeyin. İndi Kərim müəllimdən girirəm meydana. Hə? Dedim, bəli. Kərim müəllim güldü. Gör, mən nə günə qalmışam, Ay Kərim müəllim, nə günə qalmışsan? Sənin nə günə qalmağınla belədir. Sən elə bir günə salacam ki, indi deyəcəksə nə günə qalıb. Mən sənin qabağınca dinmədikcə, getdikcə, sən elə bilirsən mən qapazaltıyam. Orada götürüb deyirəm ki, Kərim müəllimə, 4 tərəfdən bağlayaram rahını. Bir yana qaçmağa amanın olmaz. Bir nərə çəkərəm, quşların batar, bir də sağalmağa gümanın olmaz, ağlı da qalmaz. Xof etmərəm, qoca Qafqaz dağıyam, söndürə bilməzsən haqq ocağıyam, şeirin sənətin çılçırağıyam, xəzinə boşalıb qayıdıb olmaz, adım yücalmaz. Çağıraram, yetər dağda bir əli, bir Məhəmməd, bir Hüseyin, bir əli, üstümdədir yaradanın bir əli, zərgərin meydanda irəngis olmaz, sən olarsan qaz. Məclisdə oyanış yarandı. Mən baxdım, gördüm ki, bu Tovuzlu ilə Kəlbəcərin üzü güldü. Elə bil dünyanı buna verdiniz, mən bu sözü dedim. Dedim, Kərim müəllim, şeirə cavab ver. Yox, hələ bir də görək nə deyəcəksən. Dedim, bəli, deyirəm, birini də deyirəm. Beynim havalansa, təbim kükrəsə, ot püskürər dəhanımdan qışa qış. Elə şaxıyaram ildırım təki, dağ titriyər leysanımdan qışa qış. Mətahini 50 açınan, 100 açınan, öz fikrini sənətkara düz açınan, karvanını ayrı səmtdən açınan, ötənməzsən sən yanımdan qışa qış. Endirirəm sərinə səngi həcəri,
Bağlaram üzünə açılan dəri, indi yaxşı tanı Abbas zərgəri qaçanməzsən meydanımdan, qışa qış. Aşıq, bu şeir burada yarandı, yoxsa nətəri? Dedim, bəli, şeirin ikisi də burada yarandı. Kərim müəllim şeirlərə cavab verəcək. İndi Kərim müəllim şeirlərə cavab verəsi deyil. Kərim müəllim, bunları bağışlayıram sana. Atalar üçdən deyib, üçüncü şeiri deyəcəm, ona cavab verəcəksən. Cəmaat dedi, deyil. Götürdüm üçüncü şeirdə mən qıfılbət dedim. O nədir ki, neçə neşlər vurdumsa? O nədir ki, neçə neşlər vurdumsa? Ne elədimsə, damcı qanı çıxmadı. Axır tutdum, döydüm, əzdim, doğradım, yenə də saqqaldı canı çıxmadı. Bir gün qonaq getdim ağır bir elə arif alim gərək bu sirri bilə. Neçəsini tutdum mən şirin dilə, birinin evindən nanı çıxmadı. Zərgərəm dediyim bu sözlər haqdır. Deyərsənmi qafil kim yoxa çıxdı? Ata anasının evini yıxdı, öldü qaldı, adı sanı çıxmadı. Qıfılbəndi dedim Kərim müəllim. 2 dənə şeiri bu məclisə bağışlayıram. Axırıncı şeiri bağışlamıram, axırıncı şeirə qıfılbəndi aç, qıfılbəndi çatdır cəmaata. Mənası xırdala cəmaata deyib. Üzümə tamaşa eləyir. Deyirlər, bayaqdan niyə dinmirdi? Dedim, kişi, mən uşaq deyiləm. Mən bu sənətin içində illərlə çalışmışam. Mən istəyirdim, sizin yeyib içməyiniz pozulmasın, keyfiniz pozulmasın. Bir-iki hava çalam, oxuyam, çıxam, gedəm. Siz şadlanasınız, mən də çıxam gedəm. Mən baxdım, gördüm ki, Kərim müəllim heç nəyi gözləmədi. Kərim müəllim elə bir özünü görsətmək istədi ki, məni qapazaltı eləsin. Kərim müəllim, aç qulağını eşit. Üstünə hücum çəkdiyin aşıq, Azərbaycan xalqının bir nömrəli yaradıcı aşığı, Aşıq Abbas Zərgərdir. Sən kimlərinin ona qüdrəti çatmaz. O elə hörmət eləyən, məclisə hörmət eləyən, hamıya hörmət eləyən bir insandır. Ona görə də burada acizlik göstərirdi. Günah səndədir, məndə deyil. Gərək sən haşiyədən kənara çıxmayaydın, bu günə də qalmayaydın. Kərim müəllim, yer get, nə qıfılbənd açansan, nə o birilərinə cavab verənsən. Get bir də belə hərəkət eləmə, sənətkarların işin olmasın. Köhnə ocaq yerin qurdalama. Elə olar ki, sönməmiş qor olar, əlini yandırar. Hər yuvaya əl uzatma. Birdən o yuvanın içində şahmar ilan olar. Səni çalar. Get belə bir də bu hərəkətlər eləmə. Mən Abbas Zərgərəm. Hər bir yeri axtar, hər anı axtarsan mən orada görəcəksən. Burada da bu Kəlbəcərri tozdu. Yenidən bunlar başladı. Bunların rəngi açıldı. Bunların başladılar mənlə maraqlanmağa. Sonra mənim videolarım ki, işıq düzə, deyirlər, ay yıxılmasın, sən özünü odun içine atmışsan ki. Ay bu adamdır, sənin buna qüdrətin çatar, gör bu nə qədər şəbirli adamdır ki, sən buna bu qədər əzab verdin. Yenə də bu özündən çıxıb, yenə də məclisin ahəngi pozmaq istəmirdi. Allah hər biricə can sağlığı versin. Mən xalqıma, Azərbaycanıma can sağlığı arzulayıram. Aşıq sevənlərə, şeir sevənlərə, yaxşı insanlara, ləyaqətli oğlanlara Allah Teala can sağlığı versin. Mən hamının dostuyam, hamı ilə varam, heç kimdən üstün tutmuram. Sağ olun, var olun. Hoş